Deyirlər qiyməti niyə demirlər? Bəzən baxırsınız, əlinizdə indi telefonda, TikTokda baxırsınız ki, hansısa bir məhsul qabağınıza çıxır, xoşunuza gəlir, istəyirsiniz qiymətini öyrənmək demirlər. Bunun əsas böyük səbəbini deyirəm. Bir də ki, başqa xırda səbəbləri var, onları deyəcəm. Deməli, qiymət baha olur, siz gözlədiyinizdən biraz baha olur, ya məhsulun keyfiyyəti yüksək olur, təbii olaraq qiyməti biraz yüksək olur. Ona görə demirlər. Bariz sübutu da odur ki, məsələn, ucuz malı elə video başlayan birinci saniyədən qışqırırlar qiyməti. Dərhal deyirlər, çünki insanı cəlb eləsin. Amma belə qiymət deməməklə siz hələ videoya baxmağa davam edirsiniz. Üstəgəl rəyi yazırsınız, rəyi yazanda bilirsiniz də baxışları artırır, baxış artımı da video paylaşana lazımdır ki, daha çox insan baxsın. İndi baha olsa da belə, indi 100-dən 99 almasa da biri alır, elə onlara bəs eləyir. Başqa səbəblər də var, kimsə xahiş eləyir demək və yaxud rəqibin bilməməsi üçün də demirlər, amma əsasən deyilmirsə qiymət, səbəbi odur ki, məhsulun orta və yüksək keyfiyyətlidir. Şimdi istisnalar da var, əsas genəldə yəni dediyim belə.